360 derece canlı Azerbaycan'da. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين اللهم صل على محمد وآل محمد وعجل فرجهم ولا نعدهم أجمعين اللهم عجل وليك الفرج. Değerli Zəhra TV izləyiciləri, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Aman İmamının zuhurunu təcil etsin. Bəli, dəyərli izləyicilərimiz, bu günləri yenidən önəmli bir mövzuyla sizin qarşınızdayıq. Belə ki, cəmiyyətin bir sıra problemləri olur. Bu problemlər maddi problemlər və yaxud da mədəni, yəni mənəvi problemlərdən ibarətdir. Bildiyimiz kimi, insan bəzən maddi cəhətdən təmin olunsa da, mənəvi cəhətdən aşağı bir səviyyədə olur. Mənəvi cəhətdən insanın yoxsul olması həmən insanın cəmiyyətdə özünü gerçək insan kimi təqdim eləməsində bir maneə yaradırmı? Təbii ki, yaradacaq. Çünki mənəviyyat olaraq insanlıqdan uzaq olur. Bəzən də olur ki, insanın mənəvi olaraq dəyərlərə sahibdir, lakin maddi olaraq sıxıntı içərisindədir. Belə olan halda insan cəmiyyətdə özünü nə kimi təqdim edə bilir? Cəmiyyətdə özünə bir yer tapa bilirmi? Hər ikisi önəmlidir insan həyatında. Həm maddiyyat, həm də mənəviyyat. Bəzən olur ki, biri digərini üstələyir. Bəzən olur, hər ikisi olur, bəzən də olur, heç biri olmur. Təbii ki, İslami cəhətdən biz məsələlərə nəzər yetirdiyimizdə, İslam dini bizə hər iki məfhumun dəyərini bizlərə çatdırır. Allah Resulü sallallahu aleyhi və səlləm öz hədislərin birində bizlərə belə buyurur. Dünya üçün elə yaşa ki, sanki heç zaman ölməyəcəksən. Ahirətin üçün elə yaşa ki, sanki sabah öləcəksən. Yəni, dinimiz həm dünyanı, həm də ahirəti önəmli bir mövqeyə, bir yerə qoyur. İnşallah ki, bu mövzunu dəyərli qonaqlarımızla, ekspertlərimizlə müzakirə edəcəyik. Bizimlə qalın. 360 derece canlı Azerbaycan'da. Bəli, qonaqlarımızı dəvət edirik inşallah. İlk öncə Hacı Samir Əzizov qardaşımızı dəvət edirik və Kərbəlayı Cavidan qardaşımız Səccadəni dəvət edirik. Selamun aleykum və rəhmətullah. Və aleyküməssalam və rəhmətullah. Axşamınız xeyir olsun. Vaxtınız xeyir olsun. Hacı salam aleykum, Hacı. Vaxtınız xeyir olsun inşallah. Bəli, inşallah ki, Allahın izni ilə vaxtı çox uzatmadan sualları səsləndirmək istəyirik. Təbii ki, mövzumuz aydındır. Mövzumuz iqtisadi və mədəni yoxsulluq haqqındadır. Təbii ki, hər ikisi insan həyatında önəmli faktordur. Yəni, insan həm maddi cəhətdən ehtiyaclıdır, həm də mənəvi cəhətdən ehtiyaclıdır. İnşallah ki, bu üzrə olacaq. İnşallah ki, mən ilk sualı ilə Kərbəlayı sizə vermək istəyərdim, Cavidan qardaşım sizə vermək istəyərdim. İlk sualımız bundan ibarət. İqtisadi yoxsulluq, mədəni yoxsulluq olmadan müalicə oluna bilərmi? Selamun aleykum, axşamınız xeyir olsun. Sizləri salamlayıram inşallah. Hacı Samir qardaşımız daha birinci sual ona versiniz, daha yaxşı olar. Çünki bizim ustadımızdır. İnşallah ki, internet problemi var deyən, hal-hazırda hazır efirdə internet xəttində problem olduğu üçün hal-hazırda efirdə deyil deyənə iş sualı deməli sizdən başlayır. Allah razı olsun. Sualı bir dənə təkrar edər zəhmət olmasa. İqtisadi yoxsulluq, mədəni yoxsulluq olmadan müalicə oluna bilərmi? İqtisadi yoxsulluq, mədəni yoxsulluq olmadan müalicə oluna bilərmi? Mövzusundan da, elə deyim. Bəli, təbii ki, ola bilər. Bu iqtisadi yoxsulluq, bu ümumi yoxsulluqdur. Ümumi, yəni, xalq üçün, insanlar üçün, yəni, yoxsulluqdur. Bu da ki, ümumi yoxsulluğun, yəni iqtisadi yoxsulluğun olmağı insanlar üçün də yəni problem yaradır həyatında, yəni şəxsi həyatlarında, ticarətlərində, ümumiyyətlə yəni yaşayışlarında iqtisadi yoxsulluq, yəni mədəni yoxsulluğa gətirib çıxarır. Hacı Samir qardaşımız da buradadır. İndi ustadımız, üzr istəyirəm, da indi sualı verdilər. Üzrü saysın. Ya siz indi sualı cavablandırsın Hacı ustadımız. Sonra mən başlarım inşallah. Bəli, olar Allahın izni ilə. Hacı, elə ilk sualı sizə istəyirdik. Sonra bayaq internetinizdə donma yaranmışdı deyənə, o yüzden
Cavidən qarşısında 3 sual səsləndirdik, amma həmçinin sizin də inşallah 3 sualı səsləndiririk. Sizin də fikirlərinizi qəbul edərdik inşallah Allahın izni ilə. Hacım, iqtisadi yoxsulluq, mədəni yoxsulluq olmadan müalicə oluna bilərmi? Mən hər kəsi salamlayıram. Mehr bağışlayan Allahın adıyla. Texniki nasazlıq ucbatından hər kəsdən üzr istəyirəm. Qaldı məsələ, bəli, iqtisadi yoxsulluq, mədənillik müalicə oluna bilərmi? Ümumiyyətlə, iqtisadi yoxsulluq maddi yoxsulluq və mənəvi yoxsulluq, belə deyək. Daha digər adları ilə belə ifadə eləsək, mədəni deyildikdə əlbəttə ki, mənəvi baxımdan, mənəvi tərəflərinə diqqət kəsilir və iqtisadiyyatda da maddi nəzərdə tutulur və mənəvi yoxsulluq. Maddi aydın məsələdir ki, bütün məsələlər kökündə mənəviyyat durur, məsələlərin kökündə. Biz diqqətlə məsələlərə baxsaq, görərik ki, insan ümumiyyətlə tərkib tapır. İslam dini deyir ki, insan maddi tərəfi olmağı ilə bərabər insanın mənəvi tərəfləri var, ruhani bir boyutu var. Bir maddi boyutu var, bir ruhani boyutu. Aydın məsələdir, insanın həm maddi ehtiyacları var, həm mənəvi ehtiyacları var. Bir çox məktəblər insanı maddiyyatdan hesablarına görə ümumiyyətlə maddi yoxsulluğu insanın yoxsulluğu kimi dəyərləndiriblər və deyirlər bir insan maddi şəkildə yoxsuldursa, deməli o yoxsul şəxsdir. Amma digər məsələnin mənəvi tərəfinə diqqət, digər dinlər isə məsələnin daha böyük ortaya qoyurlar və bildirmək istəyirlər ki, ümumiyyətlə insanın ruhani boyutu var. Ən çətin yoxsulluq, prioritet, ən ümdə yoxsulluq insanın mənəvi yoxsulluğu. Lakin növbədə insan gərək mənəvi yoxsul olmaz. Maddi yoxsulluq bir yolla təmin oluna bilər. Mənəvi yoxsulluq olmasa, daha mənəvi yoxsulluq olsa, onu nəsə aradan aparmaq, onu nə ilənsə belə deyək, bərpa eləmək olur. Əsas məsələ mənəviyyatla bağlı olan məsələdir ki, insan şəxsiyyətini onunla təyin eləmək olur ki, insan şəxsiyyətinin ölçüləri mənəviyyat sərhədləri. Əgər mənəvi baxımdan insan zəngin olsa, sonradan onun iqtisadi baxımdan zənginliyi, iqtisadi baxımdan hansılarda onun üstünə gəlməsi onu daha da ucaldacaq. Əgər o insanın da belə deyək də, mənəviyyat baxımından yoxsulluq durursa, əgər bu baxımdan yoxsul sayılırsa, bu heç bir belə iqtisadi baxımından zənginlik, maddi zənginlik heç edə bilməz. Müəyyən qədər maskalaya bilər, müəyyən cəmlərdə müəyyənlər tərəfindən sən görülən. Aydın məsələ olar sənin mənəvi tərəfini dəyərləyəcəklər, sənin maddi tərəfdən dəyərləyəcəklər, qoyacaqlar. O da maddiyyatın bitdiyi yerə qədərdir. Ta ki, yoxsul olduğu zaman əgər həqiqətən kökün mənəvi varsa, maddi yoxsulluq, əvvəldə zəngin olub, sonradan maddi yoxsul olan adam, kökündə mənəviyyat yoxsulluğu durursa, o heç qəbul görülməyəcək. Əgər həqiqətən maddi şəkildə bir insan yoxsa, amma o mənəvi şəkildə zəngin olursa da, onu müəyyən mənada görəcək, qəbul edəcək. Mən belə izah eləyərdim. İndi fikrimi nə dərəcədə texnikindən çatdıra bildim.
mənəvi problemlər isə bir insanın mənəvi cəhətdən yoxsul olmağı, mənəvi cəhətdən müəyyən böhran yaşamağı həmən insanın həyatında fəaliyyətlərini, yəni özünə bir aram olacaq bir yer tapmağını çətinləşdirir. Gözəl bir söz var, deyir, ac olan insanı bir tikə çörək, aclıq qorxusu olan bir insanı isə dünya doyuzdura bilməz. Yəni, həqiqətən də bu cürlədir. Yəni, insan mənəvi olaraq yoxsul olanda hər daim narahatlıq içərisində olur. Daim olaraq gərginlik içərisində olur. Mən inşallah ki, növbəti sualı Allah'ın səsləndirmək istəyirəm. Kərbəlayı, siz buradasınız? Mən səsim gəlir. Mənim Wi-Fi ilə qoşulma imkanım yaranmadı. Mən başqa vasitə ilə qoşulmuşam. Bilmirəm səsim çatır yoxsa yox. Kərbəlayın səsi gəlmir. İnterneti zəifdir nəsə. Mən səsim indi səsim çatırmı hal-hazırda? Eşidirsiniz Kərbəlayın? Mən sizin səsinizi eşidirəm. Sizin səsiniz yaxşı gəlir mənə. Mənim səsim sizə gəlirmi? Gəlir, gəlir. O Kərbəlayı yaxşı desəm, internet zəifdir. Allah sizdən razı olsun. Hacı, gözəl vurğuladınız. Gözəl, yəni inşallah ki, izah verdiniz. Allah köməyiniz olsun. Allah elinizə bərəkət versin sizə. Kərbəlayı Bağırzadə görə yardıdır. Kərbəlayı, səsiz gəlmir. Gəlir indi Səsiz gəlmir. İndi gəlir. Yəni, inşallah ki, verdiyiniz dəqiq cavablardan müqayisəyə minnətdarlığımızı bildirir. İnşallah növbəti sualı səsləndirmək istəyirəm Kərbəlayı Cavidan qardaşımıza. Deməli, Kərbəlayı, hansı daha köklüdür? Mədəni yoxsulluq yoxsa maddi? Köklü olan, hacıdan üzr istəyirəm inşallah. Köklü olan yoxsulluq təbii ki, yəni maddi yoxsulluq, yəni maddi yoxsulluqdan getdi də söhbət ki, yəni o köklü olan mənəvi yoxsulluqdur. İnsanın mənəvi yoxsulluğu köklüdür. Belə bir şeydir ki, insan nə qədər yəni imkanı da olsa əlində, nə qədər yəni var dövlətdə olsa, insan yenə də mənəvi yoxsuldur. İnsanın heç nəyi yoxdur. Yəni insan əlində olsa da yenə də istədiyini istəyir. Yenə deyir ki, misal üçün olsun mənim olsun, filan şey mənim olsun. Ruhu yoxsuldur. Yəni insanın fitrəti elə şeydir ki, fitrəti elə tələb edir. Fitrəti deyir ki, misal üçün elə hər şeyi istəyir. Hər gördüyü bir şeyi deyir ki, misal mənim olsun. Ona görə insanın əlbəttə köklü olan mənəvi yoxsulluqdur ki, insanda yaranır bu da ki, bu hal elə şeydir ki, insan yenə də möhtacdır. Yenə də nəyə də olsa, hər şeyə çatsa da, bütün arzulara çatsa da yenə də ehtiyaclıdır, yenə də ki, yoxsuldur. İstəyir ki, olsun nəysə bunun, ya var dövləti olsun və yaxud hansısa bir şey olsun. Yəni bir məqama çatır ki, imkanı da var əlində, şanı şöhrət, vəziyyəti yaxşıdır, normaldır, amma yenə də istəyir. Çünki bunun mənəvi yoxsuldur, bunun fitrətində yoxsulluq var. Amma zəngin o insandır ki, misal üçün belə deyək də, zəngin o insandır ki, mənəviyyatı ilahi, Rəbbani bir şeylərlə misal üçün doludur, tutumu elmlə və yaxud imanla tutumludur ki,
bu mənəviyyatı təmiz, paçdır ki, yoxsulluq hiss eləmir. Bu barədə Allah Teala da Quran-Kərimdə buyurur ki, Entumul fuqara, siz kasıbsınız, ehtiyaclısınız. Yəni mənəvi ehtiyacınız var sizin. Entumul fuqara vallahu ilallah vallahu vel gani. Allah ehtiyacsızdır. Yəni Allahın heç nəyə ehtiyacı yoxdur. Ehtiyaclı olan, mənəvi ehtiyaclı olan bizik. Ən köklüsü insanda mənəvi yoxsulluqdur. Yəni o maddi yoxsulluq, belə deyək, maddi yoxsulluq aradan qalxa bilən məsələlərdir. Maddi yoxsulluq 1 il, 2 il, 3 il maddi yoxsulluq olur, amma mənəvi yoxsulluq yəni ömür boyu gedən bir şeydir ki, insanın qəlbində istədikcə istəyir. Maddi yoxsulluğu aradan qaldırmaq olur. Mənəvi yoxsulluğu da, yəni mənəvi yoxsulluğu qaldırmaq olmur adam. Çünki ruh yoxsuldur. Ruhun ehtiyacı var. Ruh ehtiyacsındədir. Ona görə mənəvi insan könlü tox olsa, bu maddi yoxsulluqlar da bunun üçün asan gələr. Mənəvi yoxsulluğu aradan qaldırmaq üçün də təbii ki, bilirsiniz, yəni hacıdan üzr istəyirəm, Quran-Kərimi oxumaqdır, ruha təsvir eləməkdir, ruhu doydurmaqdır. İnsanın mənəvi ehtiyaclarını ödəyəndən sonra maddi ehtiyaclar ona asan gələcək. Maddi ehtiyacları aşmaq üçün rahat gələcək. Ən köklüsü mənəvi yoxsulluqdur mən bu cür başa düşürəm. Bəli, aydındır. Şərif Allah sizdən razı olsun. Ümumi olaraq təbii ki, yəni məsələyə biz bu cür yanaşsaq görərik ki, bir insanın mənəviyyatında, qəlbində, ruhunda, düşüncəsində hər hansısa bir yoxsulluq varsa və yaxud da mənəvi bir problemi varsa, həmən insanın maddiyyatı nə qədər çox olursa olsun, həmən insan yenə də müəyyən qədər, hətta deyərdim daha çox narahatlıq içərisində olacaq. Çünki problem onun maddiyyatında deyil, problem həmən insanın qəlbindədir. Ona görə biz İslam dininə nəzər yetirdikdə, İslam dini dəfələrlə bizim müxtəlif, yəni həm ayələr, Quran-ı-Kərim işığında məsələyə nəzər yetirsək, həm də hədislər işığında məsələyə nəzər yetirsək, Quran-ı-Kərim və hədislər, yəni Allah, Peyğəmbər və Əhl-i Beyt əleyhissalam bizlərə bunu çatdırır ki, qəlbimizi qoruyun, qəlbimizi qoruyun, qəlbimizi qoruyun. Çünki qəlb qorunduğu müddətcə insan kasıb və yaxud da fəqir olsa və yaxud da zəngin olsa, yenə də onun qəlbi əgər sağlamdırsa, istənilən vəziyyətdə qəlbi aram olacaq. Əks halda qəlb narahatsa, həm onun zərəri ilk öncə həmən insanın özünə dəyir. Çünki insanın daxilində keçirdiyi həyəcan, stres, narahatlıq ən birinci insan öz ömrünə, öz canına, öz ruhuna, öz qəlbinə ziyandır. Ona görə İslam dinimizə daim qəlbimizi qorumağa və qəlbimizi Allaha zikr etməklə aramlaşdırmağı tövsiyə edir, bunu əmr edir. İnşallah ki, mən növbəti sualı da Allahın izni ilə Hacı Samir qardaşımıza səsləndirmək istəyirəm. Hacı, bu da çox önəmli suallardan biridir. Belə ki, zəngin cəmiyyətlər də mədəni yoxsulluqdan əziyyət çəkə bilərmi? Yəni, cəmiyyət zəngindir, amma mənəvi olaraq yoxsuldur və bundan əziyyət çəkə bilərmi? Bu da vacib suallardan biridir əslində. Mədəni cəmiyyətlər, belə deyək, dəstəfla zəngin cəmiyyətlər mədəni yoxsulluqdan əziyyət çəkə bilərmi? Bunun belə deyək də, məsələni konkretləşdirsək, cəmiyyətlər var hal-hazırda dialoq ilə dünyada məsələn deyək də bir nüfuz sahibləridir. Mənim səsim ifadə edirmi? Demək, müəyyən bir cəmiyyətlərdə o cəmiyyətlər deyək hakimlər özlərini deyək zəngin cəmiyyət kimi dünya təqdim edirlər, zəngin bir təqdim edirlər, amma xüsusi bir ideologiya, xüsusi bir dinə sahib deyirlər. Məsələn, deyək də o dini mənə bağlı bir əsas zəngin cəmiyyətlərdir. Ümumiyyət psixoloqları durur. Psixoloqlar cəmiyyətləri araşdırırlar və onlar orta bir şey istəyirlər. Bir şey analiz eləmək istəyirlər ki, görəsən bu cəmiyyətlə zənginlik, maddi zənginlik, mənəvi problemlər, mənəvi ehtiyacı ödəyə bilirmi? Müxtəlif ki,
ondan bərabər sosial araşdırmalar aparılır. Araşdırmalar nəticəsində əldə olunan datalar bunu göstərir ki, baxmayaraq cəmiyyətlər, məsələn, qərb cəmiyyətlərində olan mərkəzlər hazırlayırlar. O mərkəzlərdə görürsən, tədqiqat mərkəzlərində, sosioloji mərkəzlərdə nəticə bundan ibarət olur ki, baxmayaraq zəngin toplumdur və çalışır ki, müxtəlif məsələlərdə ehtiyaclar ancaq zənginliklə ödənsin. Baxın ki, bunun kökündə yenə mənəvilər olmağa başlayır. Məsələn, insan deyək ki, zənginliyi ilə bütün ehtiyaclarını çalışır ödəsin. Ruhani ya qeyri-ruhani bütün ehtiyaclarını çalışır ödəsin. Amma nəhayətdə görürsən ki, xoşbəxt hesab elədiyi özünü, məsələn, o zəngin insan özünü xoşbəxt hiss eləməyə çalışır. Bir müddətdən sonra tənha qalır. Bir müddət sonra o tənhalığının çətinliklərini aradan apara bilmir. Heç cür qaldıra bilmir. O tənhalıq problemləri başlayır qabarmağa və yaxud maddiyyatın gətirdiyi problemlər və yaxud əşya bağımlılığı deyər də, məsələn, bağlılığı onunla bir problem yaradır. Müəyyən görürsən ki, heç cür həzlər dünyada aldığı maddi onun mənəvi boşluqlarını doldura bilmir. Və nəhayətində görür ki, həzzini aldıqdan sonra hətta məsələn deyir ki, mən istəyirəm ölümün də hara əl atırlar. Yəni, heç cür belə deyək də, mənəvi boşluqlarını doldura bilmirlər. Mütləq bu mənəvi boşluqları doldurmaq üçün böyük bir bağlantı olmalıdır. Yəni, biz deyirik ki, İslam modelində belə bir şey var ki, yeganə ehtiyac anlayışıdır ki, insanla və Allahla bəndənin arasında ayrılmaz və qırılmaz bir rabitədir, ehtiyac. Bayaqlar qardaşımız onu dedi ki, Entumul fuqara, hər biriniz yoxsulsunuz. Allahdır qəni olan, Allahdır zəngin olan. Bizim bəzən dinə üz tutanlarda da biz bunu görürük. Bəzən insanlar var ki, müəyyən maddi ehtiyacları üzərindən dinə, bəziləri mənəvi ehtiyacları üzündən dinə üz tuturlar. Amma o Həzrət Əleyhisselam məşhur cümləsi və Əhl-i Beyt Əleyhisselamdan gələn məşhur mən ərəfə Rəbbə hədisinə əsasən biz görürük ki, hər kəs özünü tanıyırsa, öz ehtiyaclarına Rəbbini daha çox anlamış olur. Bələd olur ki, insan yəni ehtiyac. İnsan ehtiyac ibarətdir. Onun içərisində maddi ehtiyac var, mənəvi ehtiyac var, psixoloji ehtiyac var, sosioloji ehtiyac var, daha dərindən dərin ehtiyaclar var və baxır görür ki, bunu Allahdan bu boşluqları hiss olmaz. Və insan ehtiyaclarını tanıdığı zaman Allaha daha çox üst tutur, Allaha daha çox bağlanır. Amma bir də görürsən ki, insan özünü, öz ehtiyaclarını azacıq biləndə, onun Allaha bağlantısı ilə o azacıq miqdarda olur. Misal üçün, bir insan Allaha üst tutur, məsələn, ona bir 1000 manat pul lazımdır, o 1000 manata görə Allaha bağlanıb ki, Allaha dua edir ki, Allah buna 1000 manatı getirsin. Elə onun, belə deyək də, rabidəsi o 1000 manat qədərdir. 1000 manat qədərdir, çünki ehtiyacını 1000 manatdan artıq görmür. Elə bir 1000 manatdır bunun ehtiyacı. Amma biz baxıb görürük ki, bunun ehtiyacı dərindir. Həzrət Məsud Əleyhisselam çox münacatlarında, İmam Səccad Əleyhisselamın münacatlarına fikir verdiyimiz zaman görürük ki, insan nə qədər ehtiyaclarını sadalayır. Nə qədər dilə gətirir ki, insan ancaq biz yoxsulun yoxsuluyuq. Bu yoxsulluğumuzu Allahdan başqa heç kəs ödəyə bilməz. Bu ödədiyi zaman bu bağlandı daha çox. Onun üçün məsumlar Allaha daha çox. Onun üçün məsələn bizə deyiləndə ki, siz dualarınız niyə qəmir? Məsumlar belə cavab verirlər ki, çünki tanımadığınız şəxsi çağırırsınız. Sizin çağırmanız Allah mərifətindən biraz uzaqlıq var. Sən ehtiyaclarını daha çox
tanısan, öz nəfsini daha çox tanısan, Rəbbə olan münasibətində o miqdarda olacaq, daha çox artacaq. Sən başa düşsən ki, Evet. ehtiyac ibarətsən və bu ehtiyac, bunu da qeyd edim ki, bu böyüdür. İnsanı aciz duruma salır. Bəndə qarşısında aciz duruma salmır. Allah qarşısında əcz ifadə eləmək, əcziyyət ifadə eləmək, əcizliyi ifadə eləmək insana şəxsiyyət verər, insanı dəyərləndirər. Amma Bəli. də arasında bəndiyə əl açmaq, bənd özünə belə deyək də, yalvarmaq, demək insanın şəxsiyyətinə təsir eləyir. Bəli, aydındır. Ümumiyyətcə hacı, yəni bir əlavə olaraq da bunu qeyd edək ki, yəni biz bir dənə statistikalara baxanda biz görürük ki, bizim qərb ölkələrindəki olan intiharların sayı müsəlman əhalisinin çoxu müsəlman olan ölkələrə nisbətən qat-qat daha çoxdur. Amma baxsaq görərik ki, maddi baxımından, yəni yüksək səviyyədə yaşayırlar, əmək haqqları, yəni normal səviyyədə, ev şəraitləri, normal misal üçün, yəni maddi durumları olduqca, yəni təhsil, hər şey yəni qaydasında, amma baxırıq ki, ən çox intihar hadisələri oradadır, ən çox təcavüz oradadır, ən çox cinayət oradadır, ən çox elə insan haqlarının heçə sayıldığı məkanlar da məhz oradadır. Yəni əgər məsələ sırf maddiyyatda, nə üçün maddiyyatın yüksək olduğu ölkələrdə intihar sayları çoxdur, təcavüz sayları çoxdur, üzrə uşaq istismarlarının, yəni uşaqlara qarşı olan təcavüzlərin sayı çoxdur. Demək ki, maddiyyat təkcə məsələləri həll eləmir. Yəni insan təkcə maddiyyatdan ibarət olsa, üzr istəyirəm, dönə görə ifadəmə görə, həm azı sizdən, həm də Sətsadə qardaşımızdan üzr istəyirəm. İnsanın dörd ayıqlarda o zaman fərq olmayacaq biz mənəviyyatı kənara qoysaq. Yəni mənəviyyatı kənara qoyaq, hər şey eynidir. Yəni qidalanma, nəsil artırma, yatmaq, su və s. Bu dörd ayıqlar da mövcuddur. O zaman bizim fərqimiz də ibarət olacaq. Deməli, insanlıq etalonu, insanlıq məfhumu deyilən bir şey var ki, bizə ayırt edir. Mən inşallah ki, vaxtı çox uzatmadan növbəti sualı səsləndirmək istəyirəm. Düşünürəm ki, arası bizim bir 10 dəqiqə vaxtımız qalıb. Bu sualda həm hadisiz, həm də birinci Kərbəlayı qardaşımıza cavab versin. Sonra sizin də fikirlərinizi bu sual barəsində alaq. Mədəni inkişaf olmadan mali inkişaf əks nəticə verə bilərmi? Yəni, maddi inkişaf var, amma mədəni inkişaf yoxdur. Bu maddi inkişaf bir əks nəticə verə bilərmi? Allah razı olsun. Mədəni inkişaf əlbəttə ki, yəni ki, xeyir verə bilər, yəni mənəvi inkişafa da yəni, yol aça bilər. Maddi inkişaf odur ki, misal üçün, sənin ölkən, misal üçün, nə qədər inkişaf eləsə, maddi baxımından, o sənin də özünə də, misal üçün, xeyirdir ki, insanın özünə də xeyirdir ki, bunu mənəvi inkişaf eləsin. İnkişaf, yəni ki, insanın özündən də çox şey asılıdır, cəmiyyətdə inkişaf eləmək barəsində. Yəni, maddi inkişaf əslində, belə deyək də, maddi inkişaf əslində insan üçün yaxşı şeydir və müəyyən məişət istəklərini yerinə yetirsin, hacı bəyək dedi, ev eşişdir, maşındır falan bir şeydir. Bu inkişaf həmən yenə də həmən suala gəlib çıxır. Yəni, son olaraq gəlir həmən suala gəlib çıxır ki, yəni mənəvi inkişaf, maddi inkişafda. Mənəvi inkişaf odur ki, yenə də həmən insan gərək mütaliə eləsin, özündə, yəni içində inkişaf eləsin, bir zənginlik hiss eləsin özündə, yəni elmlə, imanla. Maddi inkişaf da budur ki, maddi inkişaf sənin, yəni belə deyək, bir nəfər tədrisdə oxumaq istəyir, hansısa bir elm almaq istəyir, yenə də yəni əvvəl axırında ora ödəniş eləməlidir ki, bu maddi baxımdan inkişaf eləmək üçün, mənəvi baxımdan inkişaf eləmək üçün maddi inkişaf da mütləqdir ki, yəni sən o maddi inkişaf eləyəsən ki, sən hansısa bir maliyyəni, misal üçün bir elm qarşılığında verəsən ki, bir müəllimə və ya hansısa bir tədris yerinə. Bundan ibarətdir ki, yəni mənəvi inkişaf olmadan maddi inkişaf hər hansısa bir mənfi nəticə göstərə bilərmi? Yəni, maddi inkişaf var, amma mənəvi inkişaf yoxdur, mənəviyyət yoxdur. Bu zaman bu maddi inkişafın nəticəsində mənfi hallar baş verə bilərmi? Əlbəttə ki, verə bilər, təbii ki, verə bilər. İnsanlar cinayəti də əl ata bilər, başqa cinayətlər də törədə bilər, yəni mənəvi inkişaf eləmək üçün. Maddiyyat qazanmaq üçün başqa cinayətlərə də əl ata bilər. İnsanlar bir-birinin haqlarına girib, bir-birindən, misal üçün,
pulla oğurlaya bilərlər, maşın da oğurlaya bilərlər. Yəni bilməm indi fikrimi düzgün çatdıra bilirəm yoxsa yox. Ola bilər biraz fikir yəni tam çatdıra bilmərəm, amma belə baxıram ki, əlbəttə ki, maddi inkişafın mənfisi yəni necə deyim, mənəvi inkişafa mane ola bilər, bəli. Bəli, aydındır Kərbəla, Allah razı olsun. Mən inşallah bir qısa əlavə edeyim. Yəni, Hacı, əslində bir dənə məsələ bu baxımdan nəzər yetir. Tutaq ki, bir nəfər insandır, qarşıdakı bir insan gedir, xəstə bir insandır. Bunun cibində də dərman almaq üçün bir pulu var. Və bu pulunu yerə salır, həmən insan da bunu görmür. Arxadan da bir nəfər insan gəlir. İstəsə onu götürüb cibinə qoya bilər və uzaqlaşa bilər o. İnsanın cəmiyyətdə insan kimi formalaşması üçün mənəvi dəyərlərin olması vacibdir. Əks halda insan sadəcə maddiyyata adaptasiya olsa, o zaman yer üzündə insanlıqdan əsər əlamət qala bilməz. Mümkünatı yox. Bəli, bəli, bəli. Bəli, bəli. Hazır, Mən inşallah- fikrimi çatdırmaq istedim, sadəcə fikrimi çatdıra bilmədim. Bəli, bəli. Mən, İnşallah bu istəsəm- barəsində hazır sizin də fikirlərinizi alaq bu sual barəsində bir vaxt ərzində. Başa düşdüm. Ümumiyyətlə ateizmlə bir müzakirə, ateizm müzakirələrində belə bir məsələ var. Obyektiv əxlaq və subyektiv əxlaq. Obyektiv əxlaq nədir? Subyektiv nədir? Obyektiv əxlaq budur ki, məndə bir yaxşılıq var. O yaxşılığın böyük bir mənbəsi var. Mənbəsi var ki, bu Allahdan qaynaqlanır. Bunu teizm deyir. Əxlaq obyektivdir, mənbəsi Allah. ...360 dərəcə canlı Azərbaycanda Sesim sizə gəlir? Kərbəla, səsim sizə gəlir hal-hazırda? Səsiz gəlir, hacı yoxdur, prosto, yəni. Mən düşündüm ki, məndə nəsə problem oldu, o yüzden. İnternet getmişdi, mən də girdim təzdən. Sual barəsində sizə fikirlərinizi səsləndirin inşallah. Hansı sualdır, bilmədim. Təzdən yenə sual verdim. Yəni, maddi inkişaf mövcuddur, lakin mənəvi inkişaf yoxdur. Bunun nəticəsi, mənfi nəticələr haqqında. Maddi inkişafın mənfi nəticələri gətirib çıxardan çox amillər var Kərbəlayı. Çox sözlər demək olar o barədə. Maddi inkişafın gətirib mənfiyə çıxardacağı. Məsələn, insan var, inkişaf edir, gəlir, mərhələ gəlir qabağa, maddi inkişaf edir. Axırda bir problem yanır, ya bankrot olur, ya bir nəsə olur, o gətirib mənfi şeylərə çıxardır. Yəni, insanı hər nəyə deysən, vasitələrə əl atmağa məcbur edir o maddi inkişaf. Maddi inkişaf insan haqları da tapdalayır, insan haqlarını da yeyir. Yəni, məsələ bu ibarətdir, qısa olaraq. Yəni, insanın mənəviyyat baxımından yanaşmasa məsələlərə, sırf maddi olaraq baxsa, o zaman cəmiyyətdə çox bərbad bir xaos yaranır. Misal üçün, mən həkiməm və savadlı da həkiməm, lakin mənim heç bir mənəvi dəyərlərə sahib deyiləm. Mənim yanıma gələn bir xəstəni mən sırf maddi qazanc əldə etmək üçün ona lazım olmayan onu bir əməliyyata salıram. O xəstə o əməliyyatla ölür, mən də pulumu götürürəm və yalandan ödürəm ki, bu xəstənin, sırf məşhur xəstənin idi, burada məndə bir şey yoxdur. Həqiqətə lakin mən bunu bilirəm.
ki bunu mən eləmişəm. Məqsədim nədir? Sırf maddiyyat. Yəni mənəviyyat olmayan bir yerdə maddiyyat olsun, elm olsun, hamısı potensial olaraq təhlükə qüvvəsinə sahibdir ki, təhlükədir. Yəni bu elmə də aiddir, insanlıq olmadan. Həmçinin maddiyyat da aiddir. Yəni Üzr istəyirəm, səsim kəsildi. Bəli, 2 dəqiqə vaxtımız qalır hazırda. İnşallah 2 dəqiqə ərzində fikirlərimizi 2 dəqiqə ərzində fikrimi çatdırım. Mənim demək istədiyim bu idi ki, ümumiyyətlə əgər əxlaq məsələsi, əgər zənginlik və ya maddi zənginlik kökündə mənəviyyat bir bazası durmursa, obyektiv əxlaqa söykənmirsə, qardaşım bayaqları gətirdiyi misala əsasən cəmiyyətdə o belə deyək, mənəvi bağ itəndən sonra mənəvi bir anarxiya yaranacaq, xaos yaranacaq, hər kəs cəmaatın belə deyək də bir-birinin haqqına təcavüz eləyəcək, hər mənada yəni ortadan bir rabitə qopacaq. Bu rabitənin qopmasının kökü də əxlaqın obyektiv olaraq olmaması və obyektiv bir dayaqla belə deyək, dayağa dayanmaması, söykənməməsi nəticəsində baş verir. Amma alt bazada mənəviyyat bazası olduğu müddətdə, onun üçün də mən bir cümləni bu sözü deyim. Məsələn, o vaxtı Sovet hökuməti olduğu zaman onlar baxmayaraq ki, ateizm əsasında hökumət qurmuşdular, amma mütləq bir dənə mənəviyyat bağı yaratmışdılar. Bir şeyi mənəviyyat bağı yaratmışdılar ki, ona söykənsinlər. Tam maddi bir ateizm üzərində qurmamışdılar sistemlər. Dedilər ki, əgər bir ideologiya bağlanmasa, bu cəmiyyəti idarə eləmək olmaz. O ideologiyanın adını məsələn Lenin qoyurdular, o adırdılar məsələn deyək, elmi kommunizm qoyurdular, hər hansı bir şey qoyurdular. Dinin gətirə biləcəyi şey adını dəyişdirirdilər, dinin verdiyi şeyin adını dəyişdirirdilər, amma bir şeyə söykəyirdilər ki, onu alt bazada bir şey olsun, alt bazada bir şey olmasın. O insanlar heç cür ram ola bilməz, heç cür idarə oluna bilməz. Allah razı olsun, minnətdarıq, artıq verilişi yekunlaşdırmalıyıq. Dəvətə qəbul edib, verilişimizə qonaq olduğunuz üçün fikirlərinizi bizlərlə, izləyicilərimizlə bölüşdüyünüz üçün sizlərə minnətdarlığımızı bildiririk. Allah sizlərdən razı olsun. Allah köməyiniz olsun. Çox sağ olun. Təşəkkür. Bəli, dəyərli izləyicilərimiz, hər zaman verdiyimiz qərarlarla bağlı Allaha təvəkkülü, Allah olan ixlası ön plana qoymalıyıq. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed və ali Muhammed və acil fərəcəhum və lənə dəhum ecmaîn. ...360 dərəcə canlı Azərbaycanda.